Dörd dənə çaqqal bala birləşdi. Aslanı gördükdə fikirləşdi. Biz onu zor xoş döyə bilsəydik, qalib əgər aslana gəlsəydik, hamı deyərdi hal o cür haldır, heyvanın ən güclüsü çaqqaldır. Məhz o fikir məhz elə niyyətlə, dörd dənə çaqqal bala şiddətlə gördülər aslan meşədə təkdi. Aslana cəm halda hücum çəkdi, cumdu onun üstünə hər dördü, gah uladı, gah da coşub hürdü. Amma ki aslan qalaraq sakit, öz yoluna etdi davam sabit. Hürməginə dörd dənə heyvanın heç tükü tərpənmədi aslanın. Çünki əsil şir gücə qadirdi, kim ki əsil aslan əsil şirdi. Səbri mükəmməldir ki tez coşmaz, aslan olan çaqqala baş qoşmaz.